Tanrı qrafik dizaynı Azərbaycan qadınlarının ayaqda qalması üçün yaradıb. Xanımdırsa müəllim ya həkim olacaqdır. Bacarmışdımsa mən yenə də bacaracağam. Kod akademi məzunlarına üstünlük verilir. Biz onları ora işə düzəldirik. Və bəylərimizdən təbii ki, daha yüksək göstəricilərindən fərqlənə bilirlər. Bəylər inciməsin. Qızlar, bugün çox maraqlı mövzu ətrafında yığışmışıq. Biz həmişə tədrisdən danışırıq, İKT-dəki yeniliklərdən danışırıq, gündəlik rutin işlərimizi görürük. Bugün amma biz əslində gördüyümüz gündəlik rutin işlərin içərisində nə qədər böyük bir dəyər və dəstək yaradırıq, onlardan danışacağıq. Çünki işlədiyimiz insanların arasında qadın kütləsi çoxdur və xanımlar gün-gündən artır. Mən 2007-ci ildə İKT-yə gəldiyim, yəni sektora gəldiyim dönəmdə sektorda çox az sayda xanım var idi. Barmaqla sayılacaq qədər deyə bilərəm. Və elə hesab edilirdi ki, İKT sektoru daha çox kişilərin yaxşı olduğu bir sahədir. Amma gəlib çıxmışıq 2026-cı ilə və durum tamamilə dəyişib. Və bugün bu durumu müzakirə eləyəcəyik əslində və bu duruma Kod Akademiya başda olmaqla təhsilin və təhsil mərkəzlərinin qatdığı dəstəkdən, dayaqdan danışacağıq. Ona görə təsadüfi deyil ki, bir yerdə hamımız əyləşmişik. Çünki Səlmi illərdir qeydiyyat şöbəsində çalışır və gün ərzində ən qədər xanım gəlir onun yanına dəstək üçün. Aksana tələbə ofisində çalışır və bütün xanım tələbələrin dərdinə dərmandır, sirdaşdır. Çünki insanların 8-9 aylıq tədris dönəmində ən qədər problemləri çıxır. Hələ bu xanımdırsa, evdə problemləri çıxır, övladı ilə problemləri çıxır. Ona görə səhər gün orta axşam Aksananın etdiyi xanımlarla danışmaqdır. Mahirə isə artıq son etapda işlə bağlı xanımlara dəstək duran insandır. Ona görə düşünürəm ki, bizim hər birimizin qatqısı çox böyükdür. Bu qatqıdan bir ətraflı danışsaq dost masasında, xanımlara da maraqlı olar. O xanımlara hansı ki, hələ cəsarət etməyib evdən çıxmağa, amma istəyir, amma hansı addımdan, necə başlayacağını bilmir. Ona görə mən birinci Səlmi ilə söhbətimi başlamaq istəyirəm ki, Səlmi 6 ildir bu pozisiyadasan. Gündəlik qarşılaşdığın insanların neçə faizi, nə qədəri xanımdır ümumiyyətlə? Əslində ildən ildə məncə çoxalır. Əvvəllər elə idi ki, mən işə gələndə faiz dərəcəsinə baxanda xanımlar daha az idi. Daha çox proqramlaşdırmada, kiber təhlükəsizlikdə əvvəllər siniflərdə 2-3 xanım var idisə, artıq indi demək olar ki, 50% xanımlardır. Və bizdə seans seçimi də çox olduğuna görə uşaqları olan, ailəsi olanlar artıq çox rahat seçim eləyə bilir. Tələbə olanlar da çox rahat seçim eləyə bilir və ildən ilə çox rahat görürəm ki, gələn xanımların sayı çoxalır. Bəs gələndə ən çox narahatdırlarmı, qorxu hissləri çoxdurmu, yoxsa əksinə cəsarətlidirlərmi? Bu yaşa görə dəyişir. Misal üçün, universitet tələbələri hələ 17-18 yaşları varsa, onlar çox həyəcanlıdırlar. Çünki düşünürlər ki, bacarmaya bilərlər. Bəzən də universitetdə valideyn təzyiqi ilə seçilmiş başqa fakültələr olur deyənə. Hə, birdən mənim valideynlərim istəyir ki, mən biologiya müəllimi olum. Mən birdən kiber təhlükəsizliyi seçsəm, uğursuz olaram kimi belə qorxuları olur. Amma bizdə məsləhət almaq istəyirlər və bəzən ətrafları da motivasiya versələr belə ona inanmırlar. Bizim verdiyimiz motivasiyaya inanırlar və bunların seçimlərinə çox böyük təsir edir. Mənə çox xoşdur ki, insan universitetdə başqa bir fakültədə oxuyub, gəlib bizdə istədiyi sahəni seçib, uğurlu olub gəlib çox sağ ol deyəndə bu hamımız üçün çox gözəl bir uğurdur və sevindirici bir şeydir. Amma çox gözəl məqamat oxundun. Çünki bizim xanım olaraq ən yaxşı halda yarmışıqsa, ətrafımızda rəfiqələrimiz bizə dəstək ola bilər, motivasiya verə bilər. Yenə də yarmışıqsa, anamız dəstək ola bilər. Amma onların dəstəyini biz bir qədər mənə onsuz da çox istəyir, yaxınımdır deyə belə deyir. Əslində bacarmaram bəlkə də nümunəsi ilə gəlirik. Sənin dediyin məqam çox önəmlidir ki, sən heç tanımadığın bir adama yarım saat ərzində konsultasiya zamanı nə qədər böyük ruh verə bilirsən, eləmi? Bir də rol model olaraq da səni görürlər yəqin ki, həmin etapda. Hə, elə əslində valideynin də dediyi, mən dediyimlə eynidir aşağı-yuxarı. Sadəcə ona qulaq asmır da mənim sözümə qulaq asmağa çalışır və uzağa getməyə dünən bir xanım 17 yaşı var idi, digital marketingi seçmişdi.
Mən o mənə ancaq onu deyirdi ki, sizcə mən bacaracağam, sizcə mən bacaracağam. Mən ancaq deyirdim ki, niyə bacarmayasan ki? Əgər istədiyin sahədirsə. O ucu ayağa qalxıb gedəndə dedi ki, hə, siz mənə çox motivasiya verdiniz. Mən güldüm, çünki maması da onu deyirdi. Mən də onu deyirdim, amma o daha çox elə bir ki, mənim deməyimə fokuslandı. Bu mənim çox xoşuma gəldi ki, Əslində biz böyük inamla deyirik. Çünki altı doludur dediyimizin. Biz illərdir, 7 ildir, mən 6 ildir sən bunun çox sayda nümunəsini görmüşük deyə. Bizə bunu demək belə çox rahatdır. Gördüyümüz nümunələrdən. Onlar ona görə yəqin ki, bu qədər güvənir, inanır, ilhamlanır bizim sözümüzdən. Həm də bizdə Azərbaycanda elədir ki, həmişə hamı nəyəsə başlamaq istəyəndə istəyir ki, qarşısındakı adam ona desin ki, hə, sən bacaracaqsan. Əslində bir nəfər desə, bəlkə də doğrudan da bacaracaqdır. Prosta biz onu çox vaxt elə bir ki, qarşımızdakı adama demək istəmirik, demirik, amma desək çox yaxşı bacarır da. Əslində özü bacarır zaten. Biz deməyimizlə olur ki, sadəcə istəyir ki, ona o dəstək verilsin. Bizdə sahədə olan bizik daha çox. Onlar bizim gözümüzə baxanda o deyirsə deməli bilir. Çünki burdadır, içəridədir. O daha yaxşı bilir o qapının arxasında olanları. Ona görə də məncə daha çox güvən hissinin yaradılmasını, paylaşmasını həmin o anda ötürə bilirik onlara. Bir də ümumən təhsil, mən özüm bəlli bir iş həyatını dönəmini keçirmişdim. Daha sonra övladlarımla bağlı 8 il evdə oturmalı oldum. Geri qayıdışım çox çətin oldu. Baxmayaraq ki, yaxşı bir backgroundum var idi, baxmayaraq ki, çox özgüvənli biri idim. Geri qayıdışda mən elə bilirdim ki, dünya gedib mən qalmışam. Bunun ən yaxşı addımı mənim üçün adını verməyəcəm bir təhsil mərkəzinə getdim. Yenidən marketinq biliklərimi bir toparladım. Orada iştirak edən 20 nəfərin arasında baxdım ki, yox, dünya gedib mən qalmamışam. Mənim fikirlərim, öyrəndiklərim, zamanında tətbiq etdiklərim hələ də aktualdır və üzərinə daha güncəl bir bilik qoysam, bunu alındıra bilərəm. Ona görə iş axtarışlarını mən əslində təhsillə başlamışdım. Birinci təhsil olaraq özümü yenilədim, daha sonra iş axtarışlarına başladım. Bəs belə bir məqamı ayırd eləyə bilərsəm bizim üçün yaxınlaşan xanımların daha çoxu hansı sahədə özünü sınamaq istəyir, hansı sahəyə belə pəşimləri var ki, mən bu sahədə olmağı arzulamışam uşaqlıqda? Mən deyim ki, dizayn olardı bu. Çünki hansı xanımı dindirsən, 3 xanımdan birini. O həmişə mən uşaq vaxtı dizayner olmaq istirdim. Mənə imkan vermədilər, universitetdə başqa fakültə seçdim və yaxud qabiliyyət imtahanından kəsildim. Amma mən dizayner olmaq istəyirəm. Bu yönümə gedən çoxdur. Amma digital marketing elə bir sahədir ki, yeni bir sahədir. Bizdə, ümumiyyətlə də, dünyada da. Ona görə uşaqlıqdan digital marketingi sevən hələ ki azdır. Amma dizaynı sevən çoxdur. Hamımız uşaq vaxtı şəkil çəkmişik də, yəni. Elə bilirdik ki, yaxşı bacarırıq. Ya da evi düzənləmişik. Ya da evi düzənləmişik. Ev çəkmişik. Hə, dizayna gələn xanımlar çoxdur. Daha doğrusu dizayn fikirləşənlər. Sadəcə biz artıq onda kömək edirik. Sənə hansı dizayn maraqlıdır? Qrafik dizaynmı? Bəzən bilməməkdən onları ayırd eləyə bilmirlər. Çox normaldır. İnsan bilməyəndə ayırd eləyə bilmir. Elə bir dizayner elə hər şey eləyə bilər. Doğru. Mən həmişə yarı zarafat, yarı ciddi deyirəm ki, Tanrı qrafik dizaynı Azərbaycan qadınlarının ayaqda qalması üçün yaradıb. Çünki qrafik dizaynda məsələn sabah ana olub evdə oturma analıq məzuniyyəti dönəmində belə adam qrafik dizaynerdirsə freelance iş götürə bilir, hər daim özünü update saxlaya bilir. Ona görə dediklərinə qatılıram. Bəs çoxmu olur ki, daha texniki sahələrdə məsələn arzumdur mənim deyirlər? Olur, amma bu daha çox universitet həyatından sonra fokuslanırlar ki, mənim arzum budur. Daha belə deyim də 17-18 yaşından sonra IT biliklərinə arxalanıb qızlar deyir ki, hə mən kiber təhlükəsizlik üzrə oxumaq istəyirəm. Məsələn, mən görürəm ki, o xanımlar həmişə seçilirlər digərlərindən. Onların hədəfi tamam fərqlidir. Sertifikat almaq istəyirəm, bunu istəyirəm, onu istəyirəm. Onunla danışanda hiss edirəm ki, hədəfləri çox böyükdür. Və işləyib, bitirib uğurlu olanları da çox gördüyümə görə düşünürəm ki, düzgün yoldadır. Mən bir də nə hiss etmişəm son dönəmlər, peşəsi müəllimlik olan xanımlar ki, Azərbaycanda uzun illər belə bir kult var idi. Xanımsa müəllim ya həkim olacaqdır. Peşəsi müəllimlik olanlar, özəlliklə də riyaziyyat informatika müəllimi olanlar IT-yə daha çox axın eləyib. Çünki düşünür ki, oranı onsuz da istəmədən seçmişdim. Yaxşı bir texniki beynim var, düşünmə tərzim var. Bunu harda inkişaf elətdirə bilərəm, harda daha gəlirli bir peşəyə çevirə bilərəm. Sanki orada IT gəlir ağlına. İndi hal-hazırda biznes sahələrində data analitika özəlliklə
çoxalıb belə xanımların data analitikaya müraciət etməsi. Bu hallar da var təbii ki. Bəs qeydiyyata düşməzdən əvvəl nə kimi çətinlikləri olur? Yəni maddi sıxıntıları daha çoxdurmu, yoxsa o yenə də cəsarətə gəlirəm, o addımı atmaq, vaxt tapmaqmı? Əslində tələbələrdə elə də böyük vaxt tapmaq problemi olmur. Daha çox ailəli xanımlarda olur. Məsələn, çox ailəli xanımlarla danışanda biz uşaqlarının məktəb və bağça həyatına uyğun olaraq seanslar seçirik ki, uşağı bağçada olanda biz ona düzgün seans seçək ki, o çıxıb gedib uşağını bağçadan götürə bilsin, ev tapşırığına vaxt ayıra bilsin. Əslində yenə dediyim kimi seanslar çoxdur deyənə bir şəkildə uyğunlaşdıra bilirik. Və evdar xanımlar son 2 ildə məncə çoxu tələbə olmaq istəyir. Nəsə eləmək istəyir. Hiss edirsən ki, nəsə eləmək istəyir həyatında. Freelancer işlərə fokuslanmaq istəyir və gəlib uğurla bitirənlər var. Həddindən artıq da çoxdur. Və mən nəyi sənin dediyinə əlavə eləyəcəm. Biz insan olaraq ya məktəbdə tanışlıq qururuq, universitetdə qururuq, rəfiqələrimiz, dostlarımız normalda oradandır. Ya işləyiriksə iş həyatında qururuq. Əgər işləmiriksə bizim uzun bir zamandır sosial həyatımız yoxdur deməkdir. Dayanır. Yeni tanışlığımız yoxdur deməkdir. Yeni rəfiqələrimiz yoxdur deməkdir. Bir müddətdən sonra koda təhsilə gələndə insan yenidən anadan olmuş kimi olur. Yenidən universitetə gedəcəm kimi yeni tanışlıqlarım olacaq, yeni rəfiqələrim olacaq. Özümü əslində refreşləyəcəm fikri olur ortada və təsadüfi deyil ki, bizim qeydiyyat şöbəmiz, tələbə şöbəmiz, məzunlarla iş şöbəmiz hamısı xanımlardan ibarətdir. Xanımdan başqa kim daha yaxşı başa düşər və bir xanım gəlib yarım saat, 40 dəqiqə ərzində bir bəylə bu qədər rahat, səmimi danışmaz, danışa bilməz bəlkə də empatiya tərəfindən. Amma bizə deyəndə ki, övladım saat 6-da bağçadan çıxır və mən evdə olmalıyam, biz zaten onu anlayırıq ki, tamam, bunun üçün planlamanı daha fərqli etməliyik demək ki. Daha doğru tövsiyələr verə bilirsiniz. Mən səndən fərqli olaraq öz işlədiyim dönəmdə daha çox atalarının və yaxud da həyat yoldaşlarının maddi tərəfdən dəstək olmamasını çox görmüşəm. Yəni adını verməyəcəm, bizim bir çox uğurlu məzunlarımızdan biri var idi. O xanım gəldi, dedi ki, mən çox istəyirəm, o da qrafik dizayna gəlmişdi, çox istəyirəm qrafik dizayner olmağı, amma atam heç cür mənə sərmayə qoymaq istəmir. Və dedi ki, mən onu yola gətirə bilmirəm çox uzun zamandır. Sizdən rica etsəm, siz danışarsınız. Və belə oldu ki, biz o xanımın atası ilə, atası da gəmiçi idi, səhv etmirəmsə, bir 2 həftəyə yaxın danışdıq. Və 2 həftə ərzində, ilk həftəsində atası ancaq bunu deyirdi ki, bilmirəm, mən əmin deyiləm mən ona sərmayə qoymaq istəyirəm. Halbuki biz tez-tez görürük ki, oğlan evladlarına dəfələrlə sərmayə qoyurlar. O sərmayə bir neçə dəfə batsa belə davam edirlər onu qoymağa, uğursuz olsa belə. Yanında düşüb gəlirlər hətta ki, filan ölkədə uğursuz oldu, filan ölkədə uğursuz oldu. Bir növ koddan bu möcüzəni gözləyirlər ki, gətirim burada uğurlu olacaq deyə. Amma xanımlara o güvən və yaxud da onların üzərinə belə maddi yatırım etmək hissi daha azdır. Halbuki xanımlar daha disiplinlidirlər. Bunu yəqin ki, Aksana daha çox görür tədris zamanında. Düzdür, doğrudur. Bir də ən toqquşduğumuz ən çox məqam olur ki, tələbənin göstəricisi ilə bağlı bir oğlandırsa, zəng edirsən və anası o dəqiqə deyir ki, ola bilər çətin idi, yuxusuz idi, edə bilmədi. Amma bir xanımın valideyninə zəng eləyəndə və kritik durum olanda izah eləyəndə çalışırsan, hətta yumşaq davranasan. Çünki bilirsən ki, qarşı tərəf o dəqiqə sorğulayacaq, oğlanda yanaşmadığı kimi daha çox xanıma qarşı sorğulayacaq ki, niyə aşağı qiymət aldı ki, niyə digərləri daha yaxşı aldı. Amma oğlanda bu fərqlidir. Ona görə biraz bəlkə də oğlana qarşı təhsilində bir neçə dəfə uğursuz olmaqlarına mı razıdırlar? Daha çox istəyirlər ki, uğurlu olsun, amma xanımlarda sanki bu bir şansı verirlər və deyirlər ki, bilmirəm hələ verim o şansı tam yoxsa yox. Bundan həqiqətən çox bugünkü gündə belə çox rast gəlinən bir mövzudur. Halbuki hal-hazırda xanımların təhsil alması daha önəmlidir. Çünki günü-gündən artan iqtisadi durumlar, inflyasiya evdə yalnız bəyin işləməsini yetərsiz edir də, belə deyərdim. Artıq xanımlar çox daha güclü olması. Bəli, daha güclü olması gərəkdirir. Ona görə düşünürəm ki, maddi tərəfdən də xanımlarımıza daha çox dəstək durmalıdırlar. Evdən də dəstək durmalıdırlar. Biz də bacardığımız qədər dəstək durmalıyıq. Bununla bağlı bir əlavəm olacaq Xatirə xanım. Əslində ona görə bəzən deyirlər ki, bəzən yox, çox vaxt deyirlər ki, bir ananın savadlı olması sağlam ailə və sağlam cəmiyyət deməkdir. Bu çox qəşəng bir sözdür həqiqətən. Çünki bir ana sağlam düşüncəyə sahib olduqca, savadlı olduqca
elə bil ki, bir cəmiyyət sağlam olur həqiqətən. Çünki buna həqiqətən çox ehtiyacımız var. Doğru, doğrudur. Aksana, elə yüngül bir keçidlə səndən soruşmaq istəyirəm. Mən tez-tez sizin tələbə ofisi otağının qarşısından keçəndə saatlarca xanımların əyləşib sizlə söhbət elədiyini görürəm. Arada düşünürəm, bəlkə psixoloji seanslar verirsiniz, bizim xəbərimiz yoxdur. Verirsinizsə deyin, arada biz də gələk, amma nədən danışırlar? Çox olur. Xanımların ilk güvənli özünü hiss etməsi tələbə ofisi olaraq bizi çox belə necə deyim, qürur duydurur həqiqətən. Çünki bir adamın tanımadığı şəxsdən, çünki adətən problemi kimə deyərik? Bacımıza, yaxın rəfiqəmizə. Hətta hər birimizin bəlkə də həyatında elə rəfiqəsi var. Rəfiqə deyirik, amma hər sözümü danışmaram deyirik də, onunla paylaşmaram deyirik. Ona görə elə mövzuda bizi bir 6 ay ərzində tanıyıb, hətta tədrisin əvvəlində 1-2 dəfə dərs açılışında, dərsdə görüb nəyisə soruşduqdan sonra gəlib səmimi danışmaları həqiqətən də ən vacib olan bir rolumuzdur düşünürük və həmişə səmimi yanaşıb ilk mərhələdə ümumiyyətlə əsaslanmağa çalışırıq tələbə ofisi olaraq. Çünki nə qədər bizə güvənsələr, o qədər də problemini danışacaqlar. Niyə bunu istəyirik? Yox, məqsədimiz təbii ki, hər kəsin ancaq nəyini dinləməsi deyil, daha çox tədrisdə onların qalmasıdır. Çünki təəssüf ki, olur ki, xanımlar ən çox da siz bayaq qeyd etdiyiniz kimi bir dönəm analıq məzuniyyəti ilə bağlı, ailə həyatı ilə bağlı qrupda evdə qapanıb, diplomu arxa plana qoyub da mən daha heç nə etməyəcəm və yalnız ev rutinlərimdən, evdəki problemlərimlə, gələcəyimlə, həyat yoldaşımla, övladlarımla məşğul olacağam deyib tədrisini, öz inkişafını dayandıran xanımların bu fikrə gəlib, qeydiyyatdan keçib tədrisə girdilərsə, əsas məqsədimiz odur ki, bu yolda onlara bütün dəstəyi göstərməkdir. Çünki çox olub həqiqətən də ki, gəlib daha çox dediyim kimi bu yeridən qayıtmaq fikri ilə olan xanımlarımızdır ki, yox, çətin gəlir, alınmır, uşağım xəstələndi, tədris başlayan kimi bu baş verdi, mən alınmayacaq, bacarmayacam deyib də dinləyirik onları və deyirik ki, narahat olmayın. Sizin kimi burada ən azı bir 600 tələbə olub ki, deyib ki, yox, alınmır və dayanıram. Amma bir düşünün, dayanın. Bir də ən üstün cəhət odur ki, bugün keçirilən dərs bugün qalmır o otaqda. Sən evdə əyləşib yenidən izləmək şansın var. Ən böyük dəstəyi də təbii ki, mentorumuz tərəfindən daima tələbələrimizə tövsiyə edirik ki, tamam, ola bilər ki, mövzunu müəllimdən dinlədin, amma tam da alınmadı, anlamadın. Bir mentordan məsləhətləş, bir soruş, mövzuda nə izah eləyəcək sənə? Bəlkə əlavə misallar, əlavə videolar səndən paylaşacaq və görürük ki, bir dəfə danışandan sonra ən sevincli hal olur ki, səhər hələ tələbə ofisinin saatı başlamamış görsən ki, gəlib. Mən dünən baxdım, hər şey alındı, eləyə bildim və həqiqətən də çoxdur keyslərimiz. Hətta ən gözəl bir belə yadda qalan keysimiz var idi ki, bir tələbəmiz tədris boyunca övladını bağçaya və yaxud da digər baxıcıya qoya bilmirdi, əmanət eləyə bilmirdi, müəyyən bir uşaq istəmirdi qalsın kimdənsə və bəzən gəlirdi barkod ərazimizdə əyləşirdi, gözləyirdi ki, anası dərsi bitsin və gəlsin. Çox şirin də bir oğlan idi. Dərs zamanı bəzən olurdu ki, müəllim deyirdi ki, gəlsin, əyləşsin arxada və oxusun, sonra gəldi. Düzü, layihə təqdimatında belə övladının onun alqışlaması o qədər gözəl idi, o qədər həssas anları idi. Həqiqətən bunu bir sevinç hissi ilə belə adamın vahiməli bir hissdir ki, gözəl keçdi hər şey və uğurlu olması, onun övladının sevinməsi. Düzdür, orada da biraz ailə dəstəyi yox idi, xanım tək idi özü və övladını tək böyüdürdü. Amma buna rəğmən hər şeyə, bütün çətinliklərə gəlib uğura çatması və diplomla, yüksək şərəflə bitirməsi bizi çox sevindirmişdi və onda da gəlib dedi ki, bəlkə də ilk günlər mən gəlib sizə deyəndə siz mənə deməsəydiniz ki, davam elə, biz sənin arxandayıq, dəstək olacağıq, bəlkə də dayandırmışdım. Ona görə bəzən ən çox söhbətlər o barədə gedir, sevinclərini paylaşırlar. Bəzən olur ki, təəssüf ki, valideynləri qoymur. Sinifdə oğlan çoxdur deyir, yox orada oğlan çoxdur. Nə qədər də irəli getsək, amma bu mövzu hələ də çox təsir eləyir bəzi evlərimizdə, valideynlərimiz tərəfindən olan ailələrdə və görürsən ki, deyir, seans gec bitir, mən bir 15 dəqiqə tez çıxsam olarmı? Yəni qaydadan bəzən keçib nəyisə izah etməyə çalışırıq və daima dəstək olmalıyıq. Çünki əsas məqsədimiz yalnız onların gəlib getməkləri deyil. Bu gəlib getdikdə gözəl vaxt sərf etməklərdə, öyrənməyində və ən əsas da sonuc olaraq diplom əldə olunmasında. Hətta bir tələbəmiz var, tədrisə başladığı zaman övladı var idi və tədris boyunca artıq ikinci də övladı dünyaya gəldi və yenidən tədrisə yazıldı. Dedi, mən bilirəm ki, mən bacarmışdımsa, mən yenə də bacaracağam, çünki Kod Akademiya mənə bu güvəni verib və mənə bu dəstəyi verib daima.
Ona görə olur. Bəzən bir tələbəmiz var idi, hətta ki, atası tədrisə başlayandan sonra dedi ki, mən güvənmirəm və bilmirəm, çıxartmaq istəyirəm. O zaman dəvət etdik. Dedi, gəlin istisna yanaşacağıq sizə, bir sinifi də göstərəcəyik. Müəllimdən icazə aldıq, bir 3 dəqiqə sinifdə otursun, baxsın arxa fonda nə baş verir. Yəni bizim məqsədimiz yalnız hər şeyi qayda çərçivəsində saxlayıb da budur. Güvənin bizə demək deyil. Bəzən qapılarımızı açıb, gəlin siz də yanımızda oturun və baxın necə gedir bu proses, necə olacaq, hər şey necə davam edəcək deməkdir. Təbii işimizdə ən sevindirici hal xanımlarımızın ən yüksək dərəcə ilə bitirməyidir. Çünki tələbə ofisi olaraq səmimi deyəcəyik, xanımlarımızın dərəcələri, xanımlarımızın disiplini, tədris göstəriciləri çox yüksəkdir və bəylərimizdən təbii ki, daha yüksək göstəricilərindən fərqlənə bilirlər. Çünki biz təhsil deyirik. Əslində etdiyimiz işin adı bir qədər fərqlidir, mənə elə gəlir ki. Yəni xaricdə çox görürük, eşidirik, müəyyən reabilitasiya mərkəzləri var. O mərkəzlərdə xanımlar gedir, sağalmaları üçün və yaxud da cəmiyyətə dönmələri üçün bir kurs keçir, bir dönəm keçirir də. Bizdə təhsilin yanında həm də bu reabilitasiya gedir. Çünki o dərsdən çıxıb bizim open space ərazisində gəzdikcə, digər şəxslərlə danışdıqca o başa düşür ki, bu problem təkcə onun deyil. Bu evdən ancaq o çıxmayıb, bu şəraitdən ancaq o qopmayıb və insanlar bir anlıq anlayanda ki, bu problemlə qarşılaşan tək o deyil. Hər kəs eyni şərtlər daxilində çalışır. Çünki biz xanım olaraq bilirik yəqin ki, mən hər halda 8 il evdə oturanda bilirəm, evdə oturan da işləməyən ya da oxumayan xanımın işi azalmır. Ya da o işə çıxanda işi çoxalmır. Çünki xanım üçün iş həmişə var. Evdə otursaz da var, bayra çıxsaz da var. Məsuliyyətlərimiz azalmır. Heç azalmır, yəni. Nə də çoxalmır mənə görə. Yəni biz sadəcə oxuyub işlədiyimiz dövrdə məsuliyyətlərimizi necə doğru bölüşdürə bilərik, bunu anlayırıq. Ki, vaxtımızı necə yaxşı istifadə edə bilərik, özümüzə olan dəyəri necə artıra bilərik, onu anlayırıq. Ona görə təhsil dönəmi bəlkə də insanlar bitirib gedib məhz proqramçı işləməyəcək. Gedib QA mütəxəssisi işləyəcək, gedib biznes analist işləyəcək, IT biznes analist, amma təhsil dönəmi ona özü ilə bağlı bir çox sualın cavabını tapmağa yardımcı olur. Mən kiməm, mən necə birisiyəm, nə istəyirəm, nə edə bilərəm, haralarda mənim kimi insana ehtiyac var. Bunlar hamısı çox önəmli faktorlardır. Bir də məqam odur ki, onlar dərs otağında bağlanmırlar. Bayaq qeyd etdiyiniz mövzu da var idi ki, biz həqiqətən də elədir. Məktəb vaxtı sinif yoldaşlarımız, qrup yoldaşlarımız universitetdə, amma akademiyada onlar yalnız öz qruplarından ibarət olmur. Həqiqətən də o qədər digər qruplarla əlaqə qururlar və bəzən görürsən ki, illər sonra bir işdə belə işləyirlər, bir özlərini dəvət edirlər. Çünki bilirlər ki, eyni tədris üzərindən gəliblər və gələcəyə yönəldiblər hər biri. Ona görə həqiqətən də sahənin bu qədər hər birinin toplanması və o qədər fərqli sahələrin bir yerdə olması onlara ancaq müsbət təsir eləyir. Bir ana ki, hətta gəlir akademiyada dərs aldıqdan sonra qayıdır, o qədər xoşbəxt olur ki, təbii ki, o deyir, ana xoşbəxtdirsə bütün ailə xoşbəxtdir və həqiqətən o misal üzərindən artıq daha özgüvənli hiss edir özünü evə qayıdaraq. Bir də məncə bir şey vardı. Biz məktəbdə, universitetdə burada qəbul oluruq, amma qrup yoldaşlarımız çox fərqli insanlar olur da. O fakültəni istəyən, istəməyən, amma burada isə biz tutaq ki, digital marketingi seçmişiksə, oradakı 15 nəfər aşağı-yuxarı bizlə eyni düşüncədə olan insanlardır deyənə və onlarla bizim dostluq eləmə ehtimalımız da çoxdur, sosiallaşma etmə ehtimalımız da çoxdur və maraqlı söhbətlər olur və mən çox görürəm ki, tələbələr tədrisi bitirdikdən sonra əlaqələri qalır, eyni şirkətdə işləyirlər, hətta bir yerdə səyahət edənlər də görmüşəm. Hətta bir-birinə referans verirlər, bu çox önəmlidir. Hətta mən konsultasiyalarımda görmüşəm və bizim icma görüşlərimiz olur. Orada görmüşəm ki, bir-birlərini yaxından tanıyırlar, ünsiyyətə girirlər və səhərsi günü kimsə referans verir və şirkətdə işlər düzəlməyə başlayır. Mən düşünürəm ki, Kod Akademinin ən böyük dəyərlərindən biri də həqiqətən budur. Kod Akademinin ən böyük dəyərlərindən biri budur ki, həqiqətən networking və icmamız çox yaxşıdır. Hamı bir-birini yaxşı şəkildə tanıyır, hamı bir-birinə dəstək göstərməyə çalışır. Bizim Barkodda demək olar ki, hamı bir-birini tanıyır. Məsələn, tələbəmiz dərsdən çıxır, fasilədə gəlir tələbə ofisinə, çıxır oradan gedir başqa bir otağa, başqa bir mentorlarımızla ünsiyyətdə olur və belə-belə artıq o icmamızda əməlli başlı danışıqlar getməyə başlayır. İş tərəfdən bir-birinə dəstək olurlar. Hətta
bir məzunumuz var idi, böyük bir freelance layihəsi var idi. Bütün komandasını Kod Akademi məzunlarından yaratmışdı. Dizayn komandası, kiber təhlükəsizlik, data analitika hamısı Kod Akademi məzunları idi və özü də LinkedIn-də belə bir post paylaşmışdı ki, yəni mən ancaq öz komandamı öz məzunlarımızdan ilə seçdim. Bu bizim üçün həqiqətən çox yaxşı idi, çox qəşəng idi. Yəni çox önəmli məqama toxundun sən. Əslində işə götürmə prosesi və yaxud da bir insanı işə almaq, onu ailənin içinə salmaq deməkdir. Ailənin içinə salmaq üçün təbii ki, texniki bilgilərinin yerində olmasını bilmək mütləqdir. Bu halda Kod Akademiya diplomu artıq bunun zəmanətini verir, texniki bilginin. Amma digər tərəfdən bu insanın şəxsi keyfiyyətləri, bu insanın uyum sağlaya bilməsi, nə dərəcədə dəyərlərə sadiq insandır, nə dərəcədə disiplinlidir. Bunu bizdən və yaxud da onunla birgə o zamanı keçirmiş insandan daha yaxşı kim bilə bilər ki? Eynən. Sizin HR-larla iş prosesinizdə mənə elə gəlir ki, ən böyük dəyərlərdən biri də budur. Mayra, çox zaman mənə sual gəlir ki, Xatirə xanım, necə olur ki, böyük qurumların əməkdaşlarının, departament əməkdaşlarının, yəni digital marketinq olsun, proqramlaşdırma bölümü olsun, dizayn olsun, kiber təhlükəsizlik olsun, bu bölümlərin 90%, 99% bir çox vaxt Kod Akademiyadan olur. Mən də kiçik şirkətləri hələ nəzərə almıram, amma böyük qurumlarda bu çox hiss olunur, çünki orada böyük komandalar var deyə. Tərkibində Kod Akademiya məzunu çoxluğu həmən hiss olunur. Burada insanlar düşünür ki, biz onları ora işə düzəldirik. Necə işə düzəldirsiniz? Necə olur ki, məhz filan yerə işə düzəldirsiniz deyirlər. Amma mən içəridə olduğuma görə bilirəm ki, biz onları ora işə düzəltmirik. Biz ən yaxşı halda onlara referens veririk, tövsiyə edirik. Amma şirkətlər Kod Akademiyanın mədəniyyətini, dəyərlərini bildikləri üçün və bu dəyərləri özlərinə, öz şirkətlərinə yaxın bildikləri üçün belə bir istəkdə bulunurlar sizdən. Bu sahədə istəyirəm sən daha geniş fikirlərə maliksən, sən daha yaxşı açıqlama verərsən. Xatirə xanım, əslində çox gözəl bir məqama toxundunuz. Artıq 3 ildir ki, karyera mərkəzində çalışıram və karyera mərkəzinə günlük olaraq sorğular gəlir və sorğuların əksəriyyəti vakansiyalarla bağlıdır. Hansı ki, şirkət daxilində müəyyən vakansiyalar olur və o vakansiyalar üçün Kod Akademiya məzunlarını istəyirlər. Və hər dəfə də bu söz deyilir ki, Kod Akademiya məzunlarına üstünlük verilir. Ancaq Kod Akademiya məzunları olsun. Çünki digər komanda üzvləri Kod Akademiya məzunları olduğuna görə və rahat şəkildə bizim referansımıza güvənirlər. Çünki bilirlər ki, bizim məzunlarımız həm texniki tərəfdən, həm yumşaq bacarıqlar tərəfdən çox-çox yaxşı olduğuna görə rahat şəkildə HR-lar da bunu ilk müsahibədə çox yaxşı şəkildə sezə bilirlər. Həqiqətən ilk müsahibədə sezirlər və bizə çox qəşəng bir mail yazırlar ki, məsələn, kiber təhlükəsizlik, data analitika, IT biznes analitika məzunlarınızı dəyərləndirdik və hal-hazırda işə qəbul aldıq. Və ad çəkməyəcəm mən də sizin kimi. Ümumiyyətlə, bəzi şirkətlərin demək olar ki, dizayn, kiber təhlükəsizlik, data analitika, eyni zamanda digital marketinq komandasının hamısı Kod Akademiya məzunlarıdır. Bu bizim üçün hər dəfə çox qürur verici bir anlardır. Çünki məzunlarımız sözün əsl mənasında o qədər yaxşı şəkildə ad qazanıblar ki və bunun üçün də bizə gündə çoxlu sorğular gəlir, məzunlarımızla bağlı, startap layihələrlə bağlı, freelance işlərlə bağlı. Əslində biz onları necə yönləndiririk? Vakansiyanın tələblərinə uyğun olaraq orada kriteriyaları var, xanım və bəy namizədlər. Biz onları dəyərləndiririk, uyğun CV-lər yönləndiririk və hətta biz məzunlarımızı, xanım namizədlərimizi daha çox mock intervyuya hazırlayırıq. Mock intervyu şəklində biz həmin namizədlərimizi müsahibəyə hazırlayırıq ki, həmin məzunlarımız rahat şəkildə müsahibədən keçə bilsinlər. Biz kimisə, yəni şirkətə qoymuruq, yəni məzunlarımızı. Bunu birinci düzəltmək istəyirəm, çünki belə bir ad yayılıb ki, ancaq Kod Akademiya məzunlarını götürür filan şirkət. Belə bir şey yoxdur. Bizim məzunlarımız fərqləndiyi üçün əslində şirkətlər onları dəyərləndirirlər. Bir də keçmişdə belə bir mif var idi Mahirə. Çox tez-tez eşidirdik. Ailəli olan və yaxud da övladı olan xanımları işə götürmürlər deyə. İndi isə əksinə, mən də belə düşünürəm ki, mən şəxsən öz adıma da deyirəm, Aksana övladı olan nümunəsində deyirəm bunu. Övladı olan xanımları mən daha çox məsələn seçərdim. Bu insanlar daha çox vaxtın qədrini bilir, daha doğru planlama. Çünki ana olmaq yaxşı project manager olmaq deməkdir həm də. Yaxşı planlama bacarığı olmaq deməkdir. Və bu insanları işə götürdükdə disiplin problemi daha az yaşayırıq sanki. Deyilmi? Bəli, Xatirə xanım, elə bu yaxınlarda mənə bir vakansiya sorğusu gəlmişdi, karyera mərkəzinə gəlmişdi və orada qeyd edilmişlər ki, xanım namizədlərə üstünlük veriləcək.
Və mənim yönləndirdiyim namizədlər içərisində övlad sahibi olanlar var idi və ailə həyatı qurmuş xanımlarımız da var idi. Elə götürdükləri namizəd əslində övladı olan xanım idi. Çünki həmin HR-la danışanda HR bizə bildirmişdi ki, xanımlar daha çox məsuliyyətli olurlar. Yəni övladının olması bizə iş prosesində hər hansı bir mənfi təsir göstərmir və göstərməyəcək də. Çünki xanım namizəd orada o qədər özünü yaxşı şəkildə ifadə eləmişdi ki, bizim məzunumuz. Hətta HR telefonla mənə zəng edib çox yaxşı bir feedbacklər vermişdi mənə. Çünki yəni o qədər öz texniki biliklərinə və yumşaq bacarıqlarına fokuslanmışdı ki, mənim övladımın olması, ailəli olmağım hər hansı bir işimə təsir göstərməyəcək düşüncəsini vermişdi. Təbii ki, burada məzunumuzdan çox şey asılıdır. Əgər düzgün şəkildə özünü müsahibədə doğru şəkildə ifadə edə bilirsənsə, bu həqiqətən yaxşı sonluqla bitir, amma o əvvəlki düşüncələr idi. Yəni indi ümumiyyətlə bütün şirkətlərin komandası demək olar ki, yəni xanım namizədlərdən ibarətdir. Çünki xanım namizədlər daha çox disiplinli və motivasiyalı, eyni zamanda daha çox strukturlu gedirlər. Ona görə də elə xanım namizədlərə daha çox üstünlük verilir. Elədir. Mən də 7 il boyunca xatirimdə olan bütün star tələbə və məzunlar daha çoxu yadımda qalanların daha çox xanımlardır. Bəli. Bəylər inciməsin, amma xanımlar niyə daha çox yadımda qalıb? Çünki onların yolu daha keçmə-keçli olub. Xanımlar olub ki, 3 il ard-arda koda gəlmək istəyiblər, pul yığıblar. Xanımlar olub ki, evdən qoymayıblar, müəyyən bir, indi baxırlarsa hər biri dediklərim nüanslarda özlərini görəcəklər. Ona görə o yol mənim daha çox yadımda qalıb. Hər birinə buradan salam göndəririk bu arada. Və Kod Akademi mart ayında bütün cəsarətli, cəsarətsiz, maddi imkanı olan, olmayan, daha zəif olan xanımlara qucağını açır və deyir ki, estafet səndədir. Gəlib bu komandanın əlindən keçərək sən də təhsil al, sən də bizə qoşul, özünə güvəni qaytar, əslində həyatını geri qaytar və bizimlə birlikdə gözəl bir yolçuluğa çıx deyirik. Gözəl nəticə ilə. Estafet sizdə. Bir daha.